Herkese salam, kanalıma xoş gəlmisiniz. Keçən səfər getdiyimiz paltar mağazasına yenə getdik. Adı Brand Shopdur. Yenə çəkiliş eləmək istədim. Keçən səfər yaxşı çəkiliş eləyə bilməmişdim. Kameraya qoyucu telefonun üstündə idi deyə zəif düşmüşdü keyfiyyəti. Mən Crocsları çox bəyənirəm. Bacım da belə puftərlikləri çox bəyənir. Daha sonra yuxarı qalxdıq paltarlar olan yerə. Buranı biraz çəkiliş eləmək istədim daha yaxşı. Bu da lükumdur. Lükumu bu səfər heç bəyənmədim. Kəşke başqa bir şey geyinsəydim. Bu da içərisidir, paltarlar olan yer. Bir də bu çantanı çox bəyəndim. Yəni keçən səfər də görmüşdüm, bu səfər də çox bəyəndim. Amma bunu keçən səfər bəyənmişdim. Bu səfər heç bəyənmədim. Daha sonra belə çantaları biraz çəkmək istədim. Bu parıltılı çantaları çox xoşlayıram. Amma belə sadəcə görünməyi xoşlayıram. Əlimdə götürməyi falan belə bəyənmirəm. Bunlar da veçer paltarlardır, toy paltarları falan. Daha sonra belə pencək dəstləri var. Bunlar çox dəbdədir, bilirsiniz. Bunları mən də çox bəyənirəm, amma özümdə yaraşdırmıram. Yəni kilo aldığım üçün qəşəng durmurlar. Bu ağı geyindim, amma heç yaraşmadı. Bir neçə dənə pencək yoxladım burada. Boz rəngli olanı geyindim bunu, amma belə üstümdə heç bəyənmədim. Yəni kiloma görə məncə yaraşmır, amma bacım da çox qəşəng durdu. Çox qəşəng arıq olduğu üçün. Bir zamanlar mən də belə arıq idim. Yəni inşallah yenə də kilo verməyi düşünürəm. Hal-hazırda 4 kilo vermişəm. Daha da verəcəm inşallah. Nə yoxladımsa hamısını da bacım üstündə yoxlatdım və onu da daha çox bəyəndim. Yəni ki, onu manken olaraq istifadə elədim. Videoda deyə bilərəm. Bu dəsti də əynində burada qəşəng görünür, amma çox da belə normalda qəşəng görünmürdü. Daha sonra belə bir pencək bəyəndim. Bunu çox qəşəng idi məncə. Yəni mən almağı məsləhət gördüm ona. Qiyməti də cəmi 35 manat idi. Daha sonra ağ vadalaskanın üstünə belə geyindi. Bunu almağı da istəyirdi, amma sonra fikrini dəyişdi. Yəni siz də rəyləri yazarsınız, sizcə necədir? Mən çox bəyəndim. Yəni ısrarla almağını dedim. Belə sweatshirtlərə baxdım, sweatshirt almaq istəyirəm özümə. Daha sonra da qara vadalaska ilə geyindi üstündə. Bununla da çox qəşəng durdu məncə. Mən də bu ağ sweatshirtı yoxladım və bunu almaq istəyirəm. Açığı çox bəyəndim. Ya da buna bənzər bir şeylər almağı fikirləşirəm. Bir də mağazada belə biraz qəşəng görünən paltarları çəkmək istədim. Belə simli şalvarları da çox bəyənirəm. Cins şalvarları məndə var, amma kilo aldığım üçün hələ geyinməmişəm, amma yenə də əynimə olmur. Hələ ki geyinə bilməmişəm. Daha sonra buradan çıxdıq. Belə 2 dənə adyal götürdük ağ rəngdə. Bir də bu çantanı çox bəyəndim, götürdüm. Özü də bazardan aldım. Amma bacım heç bəyənmədi, geri qaytarmağımı dedi. Bu adyallarımı da evə gəldikdən sonra belə çəkdim. Bu da bacımın lükudur, amma bilin nə oldu? Bacım pencəyi, mən də çantanı geri qaytarmalı oldum. Belə hələlik bu qədər. Kanala dəstək olmağı, rəy yazıb bəyənməyi unutmayın, zəhmət olmasa.